Naməlum nömrələrdən daxil olan zənglərə diqqətlə yanaşın. Ani diqqətsizlik maddi vəsaitlərinizin itirilməsi ilə nəticələnə bilər. Bank kartınıza dair məlumatları, o cümlədən PIN kod və digər məxfi məlumatlarınızı heç bir halda başqa şəxslərlə paylaşmayın. Texniki dəstəyi ilə edilən zənglər zamanı məlumat verməzdən əvvəl qarşı tərəfin etibarlılığını dəqiqləşdirin. Özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları və ya şifrə tələb etməsi dələduzluq əlamətidir. Belə hallarda zəngi dərhal dayandırın. Qısa müddətdə yüksək qazanc vədləri əksər hallarda bələdçilik məqsəd daşıyır. Bu kimi təkliflərə inanmıyorum. Naməlum keçidlərə daxil olmaq şəxsi və maliyyə məlumatlarınızın ələ keçirilməsi ilə nəticələnə bilər. Yalnız etibarlı nömrələrdən istifadə edin. Kart məlumatını WhatsApp-da istəyənlərə inanmayın. Saxtadır. Heç bir bank və ya təşkilat nümayəndəsi bu məlumatları nə mesajla, nə də zənglə soruşur. Risklə üzləşdiyiniz halda dərhal xidmət göstərən banka və polisə məlumat verin. Şəxsi məlumatlarınızı qoruyun. Kiber təhlükəsizlik hər bir vətəndaşın məsuliyyətidir. Dələduzluq hallarına qarşı ayıq olun. Şəxsi məlumatlar açıqdır. Onu başqalarına vermə.